Salam, hər vaxtınız xeyirli olsun. Həmsə Milli İntellektual oyunu yenidən İctimai Televiziyanın efirindədir. Çempionlar Kuboku yarışında mübarizə davam edir. Bugün 4-cü oyun keçiriləcək. İlk 3 oyun Qala komandasının qələbəsi ilə yekunlaşır və onlar hal-hazırda baş mükafatın Kubokun 2 addımlığında daha 2 qələbə lazımdır bu komandaya. Və indi biz 4-cü oyunun komandaları və onların heyətləri ilə tanış oluruq. YS komandası Rüstəm Məmmədov, Cahangir Nəsirov, Əli Hüseyin Hüseynov, Ümid Əhmədov və İsrafil Hacıyev. Qala komandası İlkin Xəlilov, Elnur Qasımzadə, Murad Muradov, Tural Sultanov və Babək Zakirzadə. Çıraq Qala komandası Ayaz İlyasov, Hikmət Bünyaminov, Tural Cəfərov, Elvin Kərimov və Səfər Rufullayev. Ego komandası Azər Tarverdiyev, Toğrul Qurbanov, Nadir Zamanov, Vüqar Bağırlı və Seymur Salamov. Komandalarla və onların heyətləri ilə tanış olduq və ilkin olaraq qaydalara əsasən bəlli raund keçirilir. Bəlli raundun şərtləri belədir. Öncədən 5 mövzu elan olunacaq və komandalar öz oyunçularını mövzulara uyğun olaraq təyin edəcəklər. Diqqətli olun, bəlli raundun mövzuları belədir. Kağız, sindromlar, dəhşətli mövzu, qanun sərtdir, ancaq qanundur. Və sonuncu mövzu Sultan. Sabah. Komandalar ayrılmış vaxt başa çatdı və bəlli raundu başlamaq olar. İlk olaraq kağız adlanan mövzu oynanılacaq. İştirakçılar öz yerlərini tutduqdan sonra. Buyurun. Kağız mövzusu, ilk sual, dəyəri 100 xal. Vaxtı bitmiş bu kağız və karton məmulatları kağız qayırmanın mühüm xammallarından biridir. İlk olaraq düymə sıxılıb Ego komandası tərəfindən. Makvatura. Ötən əsr 80-ci illərin onun yığılmasına əsasən uşaqlar cəlb olunurdu. İnsanlara isə onun müqabilində kitablar verilir. Makulatura düzgün cavab da hesab açıldı. Kağız istehsalçıları ailəsində dünyaya gələn bu fransız qardaşlar daha çox müasir aeronavtikanın pionerləri kimi tanınırlar. Bu dəfə Ego. Aeronavtika. Cavab? Cavab. Pas. Versiya yoxdur. Keçid alır Qala komandası. Mənim fikrincə Manqalfiya qardaşlar. Manqalfiya qardaşlarıdır. İlk hava şarının ixtiraçılarıdır. Kağız mövzusu davam edir. 6-cı əsrdə yaşamış alim Yan Jitoy bundan istifadəyə qarşı çıxırdı. Bəlkə bu kağızda su nişanlarından istifadəyə qarşı Yox, çıxır. cavab səhvdir. Yan Jitoy bundan istifadəyə qarşı çıxırdı. 9-cu əsr ərəb səyyahı Çinlilərin artıq bundan istifadə etdiyini deyirdi. So deyərəm. Risk Qala. edir, bəlkə kağız pulları. Yox, kağız pullar da deyil. 6-cı əsrdə yaşanmış alim Yan Jitoy bundan istifadəyə qarşı çıxırdı. Qəzetlərdə kağızlar. Ərəb səyyahı, 9-cu əsr ərəb səyyahı Çinlilərin artıq bundan istifadə etdiyini deyir. Söhbət tualet kağızından gedirdi. Mövzudan 4-cü sual səslənir. Bu filmdə yaratdığı Eddie Loggins roluna görə aktrisa Tatum O'Neil Oscar mükafatına layiq görülmüşdü. Eddie Loggins roluna görə aktrisa Tatum O'Neil Oscar mükafatına layiq görülmüşdü. Mövzu kağızdır. Filmin adı isə Paper and Rock'dur nədir desən? Kağız Ay. Kağız Ay. Mövzunun son sualı nominal 500. Masa üzərindəki kağızı sıxmaqla düzəldilən və əsasən dekorativ element qismində istifadə olunan ağır predmetlər fransız dilindən keçən bu sözlə ifadə olunur. İlk olaraq qala. Papiye maşını. Papiye maşa cavabı səhvdir. Mən də ona vurmuşdum. Eyni versiyadır.
Ego komandasından. Mən də ona vurmuşdum papiye maşıya. Yox, hər komanda eyni versiya səhv. Olsun papiye. Yox. Papiye. Masa üzərində kağızı sıxmaqla düzəldirən və əsasən dekorativ element qismində istifadə olunan ağır predmetlər Deko papiyedir nəsə. press papier sözü ilə ifadə. Press papier. Gəlin. Bəlli raundda sindromlar adlanan mövzu oynanacaq. İştirakçılar öz yerlərini ala bilərlər. Buyurun. Sindromlar, ilk sual, dəyəri 100 xal. Zaman və məkanın öz bədəninin və onu əhatə edən mühitin dərk edilməsinin pozulması ilə müşahidə olunan sindrom. Qala komandası. Alisa sindromu. Təkrar et. Alisa. Alisa möcüzələr dünyasındakı sindrom. Nəsə belə bir şey. Psixiatriyada məhz bu əsərin adıyla eyni adlandırılır. Alisa möcüzələr diyarında sindromu. Düzgün cavabdır. Bu psixiatrik termin bəzi psixi pozğunluqlardan sonra öz saçlarını udan uşaqları təsvir edib, öz adını Grimm qardaşlarının əsərindən götürmüşdü. Bu psixiatrik termin bəzi psixi pozğunluqlardan sonra öz saçlarını udan uşaqları təsvir edib və öz adını Grimm qardaşlarının əsərindən götürüb. Sindromun adı Rapunzel sindromuydu. Rapunzel sindromu. Mövzu davam edir. Heykələ sevgi və bağlılıq ilə müşahidə olunan bu sindrom Kipr hökmdar olmuş əfsanəvi heykəltaraşın adından götürülüb. Hansı əfsanəvi heykəltaraşın adını daşıyır? O, belə deyək, yaratmışdı, öz yaratdığı işə vurulmuşdu. Qala? Fizik. Təkrar et. Fizik. Yox, fidi deyil. Mifologiyadan gəlib sual. Öz yaratdığı bir işə vurulub. Heykələ sevgi və bağlılıq müşahidə olunan bu sindrom Pigmalion sindromu idi. Sonradan bir çox Bernard Shaw və digər yazıçılar da həmin mövzuya müraciət ediblər. Davam edir. Xəstənin müəyyən dərmanı əldə etmək üçün tez-tez müalicə müəssisələrinə baş çəkməsi sindromu məhz bu Bibliya personajının adını daşıyır. Xəstənin müəyyən dərmanı əldə etmək üçün tez-tez müalicə müəssisələrinə baş çəkməsi sindromu bu Bibliya personajının Agasverin adını daşıyır. Agasver. Son sual gəlir sindromlar mövzusundan. Dəyəri 500 xal olacaq. Özünə qulluq göstərə bilməyərək həddən artıq zəifləmiş, daha çox tək yaşayan qocalarda rast gəlinən bu sindromun adı ifrat asket həyat tərzi sürmüş Yunan filosofun adını daşıyır. Qala? Diogen. Diogen. Diogen sindromu. Düzdür cavab. Bəlli raundda dəhşətli mövzunu oynayırıq. İştirakçılar gələ bilərlər. Buyurun. Dəsti kəsilmiş və sürünənlər sinifinə daxil olan bu heyvan dəstəsinin adının Yunancadan tərcüməsi qala? Dinozavr. Necə hansı mənanı verir? Dəhşətli kərtənkələ. Dəhşətli kələz mənasını verir, düzdür? Dinozavr. Herbert Wells'in bu povesti 1912-ci ildə Dəhşət Adası adı altında ekranlaşdırılmışdı. İlk olaraq Ego komandası tərəfindən düymə sıxılıb. Məsəl üçün Doktor Moron adası. Doktor Moron adası, düzdür? Cavab düzgündür. Əsl adı William Henry Platt olan bu Britaniyalı aktyor dəhşətlər ustası ləqəbini qazanmışdı. Rus familiyası. Borisov. Dəhşətlər ustası ləqəbini Boris Karloff qazanmışdı. Boris Karloff. Mövzunun 4-cü sualı belədir. Norveç səyahətçisi və tədqiqatçısı Fridtjof Nansen 27 milyon kvadrat kilometrlik bu sahəni buzlu dəhşət ölkəsi adlandırmışdı. Norveç səyahətçisi və tədqiqatçı Fridtjof Nansen 27 milyon kvadrat kilometrlik bu sahəni buzlu dəhşət ölkəsi adlandırmışdı. Düzgün cavab Arktika. Arktikanı adlandırmışdı Nansen. 1926-cı ildə Alman rejissor Friedrich Murnau digər adı Dəhşət simfoniyası olan bu səssiz filmi yaratmışdı. Nosferatu. Nosferatu. Dəhşət simfoniyası Nosferatu. Gəlin. Bəli, raundun 4-cü mövzusu oynanılacaq. Qanun sərtdir, ancaq qanundur. Və iştirakçılar kürsüyə dəvət olunurlar. Buyurun. Bəli, raundda qanun sərtdir, ancaq qanundur adlanan mövzunu oynayırıq. İlk sual belədir.
İrsi xüsusiyyətlərin sonraki nəsillərə ötürülməsini ifadə edən qanunlar genetika elminin əsasında durur və onun adını daşıyır. İrsi xüsusiyyətlərin sonraki nəsillərə ötürülməsini ifadə edən qanunlar genetika elminin əsasında durur və onun adını daşıyır. Hansı alimin adını daşıyır? Noxudlarla tərcümə aparırdı. Darwin. Yox, Darwin deyil. Mendel. Qriqor Mendelin adını daşıyırdı. Mövzu davam eləyir. Amerika Birləşmiş Ştatlarının Indiana ştatına qüvvədə olan qanuna görə teatra getməkdən 4 saat əvvəl bunu yemək qadağandır. Qala? Sarımsaq. Sarımsağı yemək olmaz. Qanuna görə olmaz. Cəhdlərin yalnız 20%-i 80%-li nəticəni verir. Digər 20%-li nəticə isə cəhdlərin 80% hesabına əldə olunur. Qanun bu İtalyan iqtisadçının şərəfinə adlandırılıb. Fərdi versin. Cəhdlərin yalnız 20%-i 80%-li nəticəni verir. Digər 20%-li nəticə isə cəhdlərin 80%-i hesabına əldə olunur. Qanunu hansı İtalyan iqtisadçısı? Pareto'nun şərəfinə adlanır. Pareto qanunu. Mövzu davam eləyir. Qafqaz Albaniyası tarixçisi Mixitari Qoşun bu əsərində o dövrün hüquq normaları Alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdı. Mixitari Qoşun hansı əsərində? Əsərin adı Qanunnamə idi. Qanunnamə. Dick Wolf'un ideyası əsasında ərsəyə gələn bu serial 20 il ərzində NBC telekanalında yayımlanmışdı. Dick Wolf'un ideyası əsasında ərsəyə gələn bu serial 20 il ərzində NBC telekanalında yayımlanmışdı. Law and Order. Bax, belə bir adı var idi. Gəlin. Bəlli raundda son mövzu Sultan adlanır. Mövzu oynanacaq. Təbii ki, əvvəlcə iştirakçılar öz yerlərini almalıdırlar. Buyurun. Sultan mövzusu ilk sual dəyəri 100 xal. Ərəbistan yarımadasının cənub-qərbində yerləşən bu dövlət Sultan tərəfindən idarə olunur. Qala? Bu Omandır. Bu Omandır, düzdür. Oman sultanlığı. Tarixdə ilk dəfə Sultan tituluna layiq görmüş bu hökmdar Sultan Murad. Sultan Murad cavabı səhvdir. Biz Ego komandasına keçid alırıq. Deyəsən Sultan Mahmud Qəznəvi olmalıdır. Bu hökmdar 998 1030-cu illərdə Qəznəvilərə rəhbərlik etmişdi. Sultan mövzusu davam edir. 14-cü əsrin əvvəllərində Elxani hökmdarları tərəfindən salınan bu şəhər UNESCO-nun Dünya Mədəni İrsi Ego komandası Sultaniyə. siyasətə salınmışdı. Sultaniyə. Elxani hökmdarları tərəfindən salınmışdı bu şəhər. Sultaniyə düzgün cavabdır. Onun Firdovsinin şahnaməsi çəkdiyi miniatürlər hal-hazırda New Yorkun Metropolitan Muzeyində saxlanılır. Bu dəfə də Ego. Sultan Məhəmməd olmalı. Bravo! Sultan Məhəmməd 1478-1490-cı illərdə Ağqoyunlu dövlətinə Uzun Həsənin bu oğlu başçılıq etmiş. Sultan Yaqub. Həmçinin Azərbaycan ilə şeirlər yazmışdı. Bravo! 500 xal. Beləliklə oyunun ilk mərhələsi bəlli raund sona çatdı və biz ikinci mərhələyə, şərtli raunda keçid alırıq. Şərtli raundun qaydaları belədir. Mövzular növbə ilə elan olunur və komandalar sırayla öz oyunçularını tribunaya yola salırlar və şərtli raundda ilk olaraq Kamil adlanan mövzu oynanacaq. Şərtli raunda start verilir. İlk olaraq Kamil adlanan mövzunu oynayacaq və ilk iştirakçıları gözləyir. Əvvəlcə xal durumuna nəzər yetirək. Yes komandası mənfi 200, Çıraq qala mənfi 100, qala 100 xal və Ego 700 xalla liderdir. Kamil mövzusu ilk sual dəyəri 200 xal. Məndən söyləməkdir, səndən eşitmək, bir insan əli boş gəzməsin gərək. Nizamidən gətirilmiş bu sitatın əvvəlki, daha məşhur iki sətrini deyin. Qala?
Kamil bir papaqçı olsa da insan, yaxşıdır yarımçıq papaqçı. Təkrar et. Kamil bir papaqçı olsa da insan, yaxşıdır yarımçıq papaqçı olur. Yox. Qəbul edə bilməyəm, çox təəssüf. Keçidə alırıq Yes komandasına. Yes komandası? Ya məndə də eyni variant idi. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçı olur. Bu düzdür. Bu düzdür. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqda. Qala komandasına yanılırsa, hər iki halda papaqçı səsləndirir. Təbii ki, qəbul oluna bilməz. Davam edirik. Onun 1871-ci ildə Roman Büssinlə birlikdə yaratdığı milli musiqi cəmiyyətinin əsas məqsədi fransız musiqisini inkişaf etdirməkdir. Ego? Camille Pissarro. Yox. Musiqi? Camille Pissarro. Həssam edir. Musiqi, Fransa, mövzu Kamil. Düzgün cavab, Camille Saint-Saëns. Camille Saint-Saëns. Növbəti sual səsləndirilir, dəyəri 600 xal var. Dərviş Parisi partladır, Axırıncı aşırım, Ay gün və Dağlarda döyüş filmlərinin quruluşçu rejissoru məhz odur. Kim? Axırıncı aşırım, Dərviş Parisi partladır, Ay gün, Dağlarda döyüş filmlərinin quruluşçu rejissoru Kamil Rüstəmbəyov idi. Fikrimcə çətin olmayan bir sualdır, düzgün cavab eşitmədik. İmpressionistlərin baş tutmuş 8 sərgisində əsərləri nümayiş edən yeganə rəssam Camille Pissarro. Camille Pissarro. Bəs o. İndi düzgün cavab edin. Qanun naminə filmində Kamilov obrazını bu aktyor canlandırıb. Çox məşhur bir obraz idi. Heyva Gülü mahnısını oynayırdı. Hayda. Kamilov obrazını hansı, ben deyərdim, Variant. daha bir kalifeyimiz canlandırıb. Adil İskəndərov. Yadda saxlayın bunu. Gəlin. Şərtli raundda ikinci mövzu belə adlanır. Güllü çiçəkli mövzu. İkinci mövzunun iştirakçıları öz yerlərini ala bilərlər. Buyurun. Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttərxan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə həsr olunan bu poemanın müəllifi Bəxtiyar Vahabzadədir. Güllü çiçəkli mövzunu oynayırıq. Bu poema. Versiya var, qələm. Bəxtiyar Vahabzadənin versiya nə idi? Qərənfil. Gülistan ola bilər. Yox. Bəxtiyar Vahabzadənin Gülüstan poeması. Gülüstan. Mövzu davam edir. 1975-ci ilə çəkilmiş Dədə Qorqud filmində Leyla Şıxlinskaya məhz bu rolu ifa etmişdi. Banu Çiçək. Banu Çiçək, düzdür. 3 yarpaqlı yonca məhz bu İrland müqəddəsinin simvolu hesab olunur. Ego? Müqəddəs Patrik. Patrikin, düzdür. 20-ci əsrin 60-70-ci illərində geniş yayılmış bu gənc hərəkatın əsas şüarı güllərin hakimiyyəti olmuşdu. Hippi. Hippi, bravo. 800 xal dəyərində olan sual. Daniel Kizin bu əsərinin qəhrəmanı olan Charlie Godot, qala komandası. Kimin gülləri, Sveti, Cavab. Bir saniyə. Cavab. Bax, bitdi, çox təəssüf. Daniel Kizin bu əsərinin qəhrəmanı olan Charlie Gordon əməliyyatdan sonra fenomenal yaddaşa və əqli istedada malik olsa da, sonradan yenidən kəmağıllığa doğru tənəzzül edir. Sveti Elcernon üçün güllər. Bravo! Elcernon üçün güllər və ya çiçəklər. Bax, belə bir adlanırdı, mövzu sona çatdı. Gəlin. Şərtli raundda oyunlar və oyuncaqlar adlanan mövzu oynanılacaq. Şərtli raundda oyunlar və oyuncaqlar adlanan mövzu oynanılacaq.
Təbii ki, əvvəlcə iştirakçılar öz yerlərini almalıdırlar. İlk sual 200 xal. İşığın polarizasiyasını tədqiq etmiş fizik David Brewster 1817-ci ildə Yunancadan tərcümədə Kaleidoskopu yaratmışdır. gözəl görünüş mənası verən bu oyuncağı Şotlandiyalı David Brewster və kaleidoskopun ixtiraçısı hesab oluna cavab düzgündür. Oyunlar və oyuncaqlar 400. Müflisləşdikdən sonra bu rejissor kinodan gedir və uzun müddət Montparnasse vağzalında uşaq oyuncaqları mağazasında satıcı işləyir. Bu səhv eləmirəmsə Hugo filmindəndir. Bu Georges Mélièsdir. Səhv eləmirsən, Georges Méliès. Düzgün cavab. 2001-ci ildə ekrana çıxmış Steven Spielberg'in bu elmi fantastik filmi Brian Olds'in super oyuncaqları bütün dünyaya bəhs edir hekayəsi əsasında çəkilmişdi. Vurmaq olar prosta. Steven Spielberg'in bu elmi fantastik filmi Brian Olds'in super oyuncaqları bütün dünyaya bəhs edir hekayəsi əsasında çəkilmişdi. 2001-ci il süni intellekt. Mövzu davam eləyir, növbəti sual nominal 800. Bu kompüter oyunun ilkin variantında baş qəhrəman Jumpman adlı dülgər olmuşdu. Qalam? Bəlkə Mario'dur. Mario'dur, düzdür. Bu oyun zamanı Skandinavlar oyun meydançasının ortasında tonqal qalıyırdılar. Gəl məntiqlə fikirləşək. Oyun meydançasının ortasında tonqal qalıyırdılar və oraya yaxınlaşan üçün təbii ki, təhlükə yaranırdı. Hansı oyun? İdman növüdə, hətta müəyyən dövrdə olimpiya oyunlarında da istifadə olunub idman növü kimi. Mərkəzdə tonqal var, fikirləşin. Və təbii ki, oraya yaxınlaşmamaq lazımdır ki, təhlükəli olmasın. Bəlkə bu şeydə sonra deyərəm məsəl. Bəlkə bu ip tartmadır belə. Odur, odur. Kəndir dartma, çox təəssüf. Düzgün versiya var idi ancaq düymə sıxılmadı. 2 raundda yalnız bir hərf adlanan mövzunu oynayacaq. Yalnız bir hərf. Yalnız bir hərf adlanan mövzunu oynayırıq. İştirakçılar tribunaya dəvət olunurlar. Gəlin. Rum rəqəmlərinə görə 500 rəqəmi məhz bu hərflə işarə olunur. İlk olaraq Ego komandası. Si. Yox, si deyil. Cavab səhvdir. Keçid alaq Yes komandasına. Di. Di. 500 rəqəmi di ilə ifadə olunur. Müxtəlif dövrlərdə gizli təşkilat xidmətinin bu rəisinin rolunu Bernard Lee, John Huston, Robert Brown, Edward Fox, M. və Judi Dench oynamışlar. M. Düzdür cavab. Fizikada sərbəst düşmə təcilinin vahidi məhz bu latın hərfi ilə ifadə olunur. Yes. Pas. Keçid alırıq qalaya. G. G. Düzdür. 1936-cı ildə Edwin Hubble tərəfindən tərtib olunmuş qalaktikaların ardıcıl klassifikasiyasına görə spiralvari qalaktikalar məhz bu hərflə qeyd olunur. Spiralvari qalaktikalar hansı hərflə qeyd olunur? Ego. S. S. Düzdür. Son sual gəlir mövzudan. Məhz bu hərf qədim Finikiya və Semitlərin əlifbasında öküz mənasını verirdi. Ego. A. Əlif. Cavab səhvdir. Cavab səhvdir. Düzgün cavab mən deyirəm. Əlif deyildi. Alef. 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 Əlif qəbul oluna bilməz. Alef. 2 raundda son mövzu elan olunur. Pul əl çirkidir adını daşıyır. Son olaraq pul əl çirkidir adlanan mövzunu oynayırıq. İlk sual dəyəri 200 xal. Müasir reklam biznesini tənqid edən bu roman fransız kitab mağazalarında
99 frank. 99 franka satılırdı. Əsərin adı 99 frank. Cavab düzgündür. Mövzu davam edir, növbəti sual 400 xal. Avropanın birləşdirilməsi ideyasına töhfə vermişləri təltif etmək üçün nəzərdə tutulan Böyük Karl mükafatına 2002-ci ildə bu layiq görülmüşdü. Nə layiq görülə bilər? Avro. Hə? Avro. Avro, düzdür. Məhz avro. Çox ağır şərtlərlə Santo Domingo və Panamaya verilən borclar, Nikaragua Milli Bankı üzərində Amerika bankirlərinin nəzarəti... Dolar diplomasiyası. Kim təklif edirdi onu? Theodore Roosevelt. Ya, Taft. Taft təklif edir. Honduras xarici borcların silinməsində ona kömək etmək dollar diplomatiyasının tərkib hissəsidir. Biz siyasətin adını soruşuruq. Dollar diplomatiyası cavabı düzgündür. Növbəti sual dəyəri 800 xal. Bu Afrika ölkəsinin pul vahidi Naira 100 koboya bərabərdir. Bu Afrika ölkəsinin pul vahidi olan Naira. Ego. Nairobi, Kenya. Yox, Kenya yox. Cavab səhvdir qala. Bəlkə də Tanzaniya. Tanzaniya səhvdir. Naira, Nigeria. Son sual. Bu lordun adını daşıyan qanuna görə aşağı dəyərə malik pullar nisbətən yüksək dəyərə malik pulları tədavüldən çıxarır. Və bu qanun hansı lordun adını daşıyır? Aşağı dəyərə malik pullar nisbətən yüksək dəyərə malik pulları tədavüldən çıxarır. Lord Curzon. Thomas Gresham'ın məhz o lordun adını daşıyır. Gəlin, round sona çatdı. Beləliklə, oyunun ikinci mərhələsi şərtli round sona çatdı. Biz növbəti mərhələyə keçirik. Sırada sirli rounddur. Sirli roundun qaydaları belədir. Oyunçular yalnız öz yerlərini aldıqdan sonra mövzunun adı ilə tanış olurlar və biz komandalara, oyunçuları sıralamaq üçün qısa vaxt veririk. Sirli round başlayır və ilk iştirakçılar öz yerlərini tuta bilərlər. Gəlin. Sirli roundda ilk mövzunun adı ilə tanış olacaq, ancaq əvvəlcə xal durumuna nəzər yetirək. Yes, mənfi 400, Çıraq qala mənfi 100, Ego 2100 xal və qala 2300 xalla liderdir. İlk olaraq torpaq mı? Onun hakimiyyəti o qədər uğursuz olmuşdu ki, o vaxtdan heç bir İngilis monarxı Yohan torpaqsız. öz xələflərini onun adını verməyib. Torpaqsız Yohan, düz cavab. 300 xal dəyərində olan sual. Düzgün cavab eşitdik. Rusiyanın ucqar şimal nöqtəsi Figelburnu bu arxipelaqda yerləşir. Qala. Frans Yosif'tu. Düzdür. Frans Yosif torpağında. Bizimlə Fransız. Bu elmi təlim kimi 19-cu əsrin sonlarında tanınmış Rus alimləri Vasili Dokuchayev və Pavel Kostichevin əməyi nəticəsində formalaşmışdı. Bu elm tanınmış Rus alimləri Vasili Dokuchayev və Pavel Kostichevin əməyi nəticəsində formalaşmış söhbət torpaqşünaslıqdan gedir. Torpaqşünaslıq. Mövzu davam edir. 1200 xal dəyərində olan sual eşidəcəyik. Rəşid Behbutov, Müslüm Maqamayev, Niyazi, Fərhad Bədəlbəyli və başqalarının iştirakı ilə çəkilmiş bu tam metrajlı musiqili filmdə kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrası tamaşaçılara təqdim olunur. Düzgün cavab, Nəğməkar torpaq. Tovuz rayonunda Kür çayının sağ sahilində böyük təpə üstündə yerləşən bu orta əsr şəhər xarabalığı 20-ci əsrin 70-ci illərində arxeoloji qazıntılar zamanı aşkar edilib. Kür çayının sağ sahilində böyük təpə üzərində yerləşən bu orta əsr şəhər xarabalığı 20-ci əsrin 70-ci illərində arxeoloji qazıntılar nəticəsində
aşkar olunub. Söhbət Torpaq Qaladan gedir. Torpaq Qala. Silli round davam edir. İkinci mövzunun iştirakçılarını gözləyirik. Buyursunlar, oyuncular. Kürsü arxasında öz yerlərini alsınlar. Silli roundda tələbə adlanan mövzu oynanılır. Bu, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramına əsasən təhsil alan gənclərə sosial dəstəyin artırılması və onların beynəlxalq güzəştlər sisteminə qoşulması məqsədi ilə tətbiq edilmişdir. Azərbaycan tələbə kartı. Tələbə kartı. İlk dəfə Latın mənşəli bu sözdən 18-ci əsrdə Princeton Universitetinin ərazisini ifadə etmək üçün istifadə olunub. Tələbələrin yaşayış məskənləri, elmi tədqiqat institutlarını, Kampus. kitabxanaları və s. özündə birləşdirən universitet şəhərcilərini də belə adlandırırlar. Kampus düzgün cavabdır. Davam edirik. Bu şəhərdə təhsil alan tələbələr 1939-cu ildə dövlətin yaradılmasının il dönümünü qeyd etmək məqsədilə nümayişə çıxdılar. 17 noyabrda bu etiraz aksiyasının 1200 iştirakçısının həbs edilməsi, 9 fəalın isə güllələnməsi sonralar bu tarixin beynəlxalq tələbə günü kimi qeyd olunmasını şərtləndirdi. Hansı şəhərdə baş verir bu hadisələr? 1939-cu ildə. Bu hadisələr, hansı ki sonradan beynəlxalq tələbə günü qeyd olunacaqdır, Praqada baş verir. Praqa. Futbol və xokkey maçlarının keçirilməsi üçün nəzərdə tutulmuş Studenternas arenası bu ölkənin ən qədim stadionlarından biridir. Futbol və xokkey maçlarının keçirilməsi nəzərdə tutulmuş Studenternas arenası İsveçin ən qədim arenalarından biridir, stadionlarından biridir. Bu ədibimiz 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması ilə əlaqədar tələbə həyatı piyesini yazmışdı. Bu ədibimiz 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması ilə əlaqədar tələbə həyatı piyesini yazmış. Söhbət Abdullah Şaiqdən gedirdi. Buyurun. Silli round davam edir və üçüncü iştirakçılar tribunaya dəvət olunurlar. Gəlin. Mövzunun adı Arktikadır. Arktika. Arktika Yunan sözü olub üfüqün məhz bu cəhətini bildirir. Ego? Şimal. Şimal, düzdür. 300 xal. Komandanın hesabına yazıldı. 1892-ci ildə Fridtjof Nansen'in sifarişi ilə hazırlanmış bu gəmi Arktikada tədqiqat işləri aparmaq üçün nəzərdə tutulmuşdu. Məşhur bir gəmidir. Nansen'in ən məşhur gəmisidir, mən deyərdim. Çıraqqala. Bəlkə bu Ra'dır. Ra, onun da Tur Heyerdahl'ın gəmisidir o. Fridtjof Nansen'in bu gəmisi Fram adlanırdı. Fram. Bu İngiliz rock qrupu 2002-ci ildə Sheffield şəhərində yaranmışdı. Bu İngiliz rock qrupu 2002-ci ildə Sheffield şəhərində yaranmış. Söhbət Arctic Monkeys qrupundan gedirdi. Məhz bu səyahətçi 1918-20-ci illərdə Mod adlı gəmidə Norveçdən başlayaraq Avrasiyanın şimal sahillərindən Bering boğazına qədər olan əraziləri səyahət etmişdi. Mod adlı gəmidə 1918-20-ci illərdə Avrasiyanın şimal sahillərindən Bering boğazına qədər olan ərazilərə səyahət etmişdi. Roald Amundsen. Roald Amundsen idi. Mövzu iştirakçılarımız üçün çox çətin olub. Son sual oxuyuram mövzudan. 1958-ci ildə şimal qütbünə çatmış ilk atom sualtı qayıq məhz belə adlanırdı. Bəlkə Lenin. Lenin deyil. Atom sualtı qayıq. Buzquran demədi. 1958-də şimal qütbünə çatmış ilk atom sualtı qayıq məhz Nautilus adlanırdı. Nautilus. Gəlin. Dördüncü mövzuya start veriləcək. Təbii ki, iştirakçılar öz yerlərini tutduqdan sonra. Buyurun. Çox maraqlı bir mövzu bizi gözləyir. Qəribə qanunlar. Bir qədər
məntiqlə oynamaq lazım gələcək. Danimarkada belə şəxslər ələ keçdikdə onlara heç bir cəza gözləmir. Hesab olunur ki, bu onların fərasətindən xəbər verir və onlara qarşı cəza tətbiq edilməsi ədalətsizlik olardı. Yes, komandası? Olsun içkili insanlar. İçkili içmək fərasət əlamətidir. Yox, mən eşitmişəm belə bir şey, yəni yox, maşın sürəndə. səhvdir. Ələ keçdikdə çıraqqala? Hacker ola bilər. Yox, bu da deyil. Belə şəxslər ələ keçdikdə onları cəza gözləmir və fikirləşir ki, bu onların fərasətindən xəbər verir. Söhbət qaçan məhbuslardan gedir. Həbsxanadan qaçan məhbuslar. Onlara cəza vermirlər, əlavə cəza. İngiltərənin York şəhərində qüvvədə olan qanun gözə dəyən onları oxla vurmağa icazə verir. Şotlandları vurmağa icazə verir qanun. Şotlandları oxla vurmaq olar həmin şəhərdə. Çox maraqlı qanundur, qəribə qanundur. Fransada donuzlara bu imperatorun adını qoymaq qadağan olunub. Ego. Birinci Napolyon. Görünür, Orwell'dan sonra bu qərara gəlirlər. Düzdür, Napolyon adını qoymaq qadağan edilib. Amerika Birləşmiş Ştatların Arkansas ştatında ştatın adını olduğu kimi demək qadağandır. Səbəb kimi isə bu göstərilir. Arkansas ştatında ştatın adını olduğu kimi demək qadağandır. Səbəb isə Kansasla qarışdırmamaq üçün. Kansasla Arkansası qarışdırmasınlar. Bax, belə bir qanun var. Və qəribə qanunların son sualı gəlir. Dəyəri 1500 xal. Avstraliyanın Viktoriya ştatında heç bir şəxs öz evində bunu dəyişə bilməz. Qanuna görə bunu yalnız xüsusi sertifikatı olan şəxslər edə bilər. Avstraliyanın Viktoriya ştatında heç bir şəxs öz evində bunu dəyişə bilməz. Nəyi dəyişirlər evdə? Əynini. Gecdir artıq, gecdir. Elektrik lambası. Elektrik lambası deyil. Elektrik lambası gəlir. Sirli round sona yaxınlaşır və biz son iştirakçıları gözləyirik. 5-ci mövzu oynanacaq. Sirli roundda son mövzu belə adlanır, halqalı mövzu. İlk sual belədir. Olimpiya bayrağında Amerika qitəsində bu rəngdə olan halqa simvolizə edir ilk olaraq ego. Qırmızı. Qırmızı, bəli. 2004-cü ildə Cassini kosmik aparatı onlardan keçən zaman 100.000 Saturn halqaları. 100.000 mikrometeoritə toqquşaraq ona ciddi zərər dəyməmişdi. Saturn halqaları. Cassini kosmik aparatı məhz oradan keçmişdi. Onurğasızların bu tipinə dənizdə, şirin suda və quruda rast gəlinir. İlk olaraq çıraqqala. Halqalı qurdular. Onlara daxil olan anellər torpağın emal edilməsində böyük rol oynayırlar. Həlqəvi qurdular. Düzdür. Halqalarla hərəkətlər üzrə 5 dəfə ardıcıl dünya çempionu adını qazandıqdan sonra İtalyan gimnastı Yuri Kekinin aldığı ləqəb bu əsərin adıyla üst-üstə düşür. Qala. Halqalar hökmdarı. Üzüklər hökmdarı. Üzüklər hökmdarı. Tolkienin məşhur əsəri, cavab düzgündür. Son sual gəlir. Planetar dumanlıqların ən məşhurlarından olan halqa dumanlığı bu bürcüdə yerləşir. Çətin və mürəkkəb bir sualdır. Planetar dumanlıqların ən məşhurlarından olan halqa dumanlığı Lira bürcündə yerləşir. Lira. Gəlin. Beləliklə oyunun 3-cü mərhələsi də başa çatdı. Sirli raund yekunlaşdı. Biz fərdi raunda keçid alırıq. Fərdi raundun qaydaları belədir. Bu mərhələdə hər komandadan yalnız bir nəfər iştirak edə bilər və biz indi komandalara həmin oyunçuları təyin etmək üçün qısa vaxt ayırırıq. Fərdi raund artıq başlaya bilər və biz bu raundun iştirakçılarını tribunaya dəvət edirik. Gəlin. Əvvəlcə xal durumuna nəzər yetirək. Çıraqqala mənfi 1600, Yes mənfi 700, Ego 3600 xal və qala komandası 6200 xal.
İndi isə mövzuların adları ilə tanışmaq. Kodlar, divar, stol, stul, qadın alimlər və şahmat. İlk olaraq Çıraqqala komandası seçilir. Qadın alimlər. Qadın alimlər mövzusu yoxdur. Keçid alırıq Yes komandasına. Kodlar. Kodlar mövzusu da artıq yoxdur. Ego komandasının növbəsidir. Şahmat. Şahmatı mövzusundan imtina olundu. Qalıb divar və stol, stul. Divan ara oynayaq. Divarı. Beləliklə, komandaların seçiminə əsasən fərdi raundda divar adlanan mövzu oynanacaq. 1987-ci ildə bu şəhərin 750 illiyi münasibəti ilə keçirilən tədbirdə Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reagan Mikhail Gorbaçovu məşhur divarın sökülməsinə səsləmişdi Gorbaçovu. Berlin divarı, düz cavab. Pop və rock musiqisinin lentə köçürülməsi və aranjman edilməsi texnikasının adını ifadə edən bu söz birləşməsi ilk dəfə səs mühəndisi Phil Spector tərəfindən işlədilmişdi. Pop və rock musiqisinin lentə köçürülməsi və aranjman edilməsi texnikasının adını ifadə edən bu söz birləşməsi ilk dəfə səs mühəndisi Phil Spector tərəfindən işlədilmiş söhbət səs divarından gelirdi. Səs divarı. Soundtrack. Protestant reformasiyasının əsas hadisə və şəxslərinin şərəfinə ucaldılmış abidə və barelliflərdən ibarət reformasiya divarı bu şəhərdə yerləşir. Həmin şəhər Augsburg değildi. yox, Cenevrə. Cenevrə şəhəri. Mövzu bir qədər mürəkkəbdir. Hər halda öz seçiminizdir. Davam edirik. Növbəti sual. Dəyəri 1600 xal. Böyük Britaniyanın antik dövrə aid ən məşhur tikililərindən olan bu müdafiə qurğusu 120 km uzunluğa malikdir. Eramızdan əvvəl 2-ci əsrdə Pik və Braqantlar hücumunun qarşısına alınması üçün tikilmişdi. Adrian divarı düzgün cavabdır. Və xal durumu nəzər yetiririk. Çıraqqala mənfi 1600, Yes mənfi 700, Ego 3600, Qala 8200. Ego komandası bu suala mütləq düzgün cavab verməlidir. Əks təqdirdə oyun xəmsə raunduna keçid almadan başa çatacaq, vaxtından tez bitəcək. Son sual dəyəri 2000 xal, həll edici sual ola bilər, diqqətli olun. Aktyorun teatr səhnəsindən və ya ekrandan birbaşa tamaşaçıya müraciət etməsi onu sındırmaq adlandırırlar. Nəyi sındırmaq? Divar mövzusunu oynayırıq. Çıraqqala. Səhnə divarımız. Cavab səhvdir. Aktyorun teatr səhnəsindən və ya ekrandan birbaşa tamaşaçıya müraciət etməsini onu sındırmaq adlandırırlar. Yes komandası. Üçüncü divar. Üçüncü divar cavabı səhvdir. Və indi Ego komandasından cavab gəlir. Tamaşaçılarla səhnə arasındakı divarı. Yox, bu cavabı qəbul edə bilmərik. Düzgün cavab dördüncü divarı. Dördüncü divarı sındırmaq. Mövzu və raund bitdi. Beləliklə fərdi raund başa çatdı və biz xal durumuna bir daha nəzər yetirək. Yes komandası mənfi 2700, Çıraqqala mənfi 3600, Ego 1600 və Qala 8200 xal. Bu o deməkdir ki, artıq Qala komandası bütün rəqibləri üçün əl çatmazdı və oyun xəmsə raunduna keçmədən başa çatır. Qala ardıcıl 4-cü oyunda qələbəsini qazanır və növbəti oyunda artıq qələbə onların turnirin qalibi olması anlamına gələcək. Və indi qaydalara uyğun olaraq hər oyunun sonunda biz oyun ərzində özünü ən yaxşı tərəfdən göstərən oyunçulardan birinə xüsusi mükafatımız olur. Bu oyunda da diqqəti cəlb edən oyunçular çox oldu, xüsusilə Ego komandasından Azər Tarverdiyev və Qaladan Tural Sultanovu biz fərqləndirə bilərdik. Və yekun nəticədə biz müəyyən müzakirələrdən sonra bu mükafatı Ego komandasından Azər Tarverdiyevə vermək qərarına gəldik. Beləliklə, oyun başa çatır. Gələn həftə biz artıq çempionun kimliyini bilə bilərik. Hər halda Qala komandasının oyundan çox şey asılı olacaq. Ardıcıl 5-ci qələbəsini qazansa bu komanda çempionatın baş mükafatına sahib çıxacaq. Düz bir həftə sonra yenidən görüşəcəyik. Sağ olun, salamat qalın.